Carçı film təqdim edir. Köhnə dəyirman. Senari müəllifləri İsmail Ömərov, Rafiq Səməndər. Quruluşçu rejissor Nicat Manafov. Rollarda Daşdəmir İlqar Musayev, Mirzə Möhsün Mirdamət Seyfiyev, Nardan İlahə Həsənova, Abbas bəy Azad Şükürov, Vəzir Vaqif Əliyev, Tutun onu. Çapayı oğlu. Al. Buna bak sen. Dur. Aparın onu. Hə, Daşdəmir. 3 gün mən ac susuz, əli qolu bağlı qaldım. Atamın nə edib etməyəcəyini bilmirdim.
Bütün bədənim keymişdi. Heç bir şey hiss eləmirdim. Eğer benim evladlarım hamısı senin kimi olsaydılar, biz çoktan kiminse şikarına çevrilmiştik. Dünyanın yazılmamış bir kanunu var. Güçlü zayıfı yemelidir. Bildin? Kaş itin kızı seni doğanda bir taş doğuydu. Taş. Ata, insana ağıl, qüvvə, günah iş görmək üçün verilməyib axı. Hazırlaşın. Sabah gayret'e gidirsiniz. En kasıp, yazık olanın evini gayret edeceksiniz. Evine od vuracaksınız. Sense küçük bütün aile üzvlerini öldüreceksen. Böylükçülü, anladın dediklerimi? Mənim üçün günahsız, Buradan. ayaq üstə ölmək, diz üstə günahkar kimi yaşamaqdan şərəflidir ata. Qılıncla çalınan zəfər, qılıncla da ölür. Şah sağ olsun. Orduya her gün belə say seçmək gidiler gelir. Qibleyi aləm, vəzir doğru buyurur. Elin igidlərini orduya cəlb eləmişik. Eşk olsun şaha! Eşk olsun şaha! Eşk olsun! Eşk olsun! Eşk olsun! Eşk olsun! Eşk olsun! Eşk olsun! Açın! Mirza! Ah!
Mən inana bilməzdim ki, sən belə axmaq adamsan. Axmaq o adamdır ki, oyun qurtarmamış sevinir. Oyun çoxdan qutarıb Mirzə. İndən sonra mənim qaydalarımla oynayacağıq. Əgər sən mənim dediklərimi eləməsən, onda səni yaşamağa qoymayacağam. Özü də bugün burada eşitdiklərin sabah gerçək olacaq. Sənin qanunlarınla birlikdə qurduğun oyun sona çatmaq üzrədir. Ax! Allah şeytana lənət eləsin. Qohum qardaşına lənət oxuma. Get. Məni başa sal görüm. Sənə kim ixtiyar verib ki, mənim işimə qarışasan? Kim? Axı kim? Hə? Sən əziyyət çəkərsənsə, əziyyətin gedər, günahların qalar. Əgər xeyirxah bir iş görmək üçün əziyyət çəkərsənsə, əziyyətin gedər, xeyirxah əməllərin qalar Abbas. Mənim sənə yazığım gəlir. İndi sən mənə ağıl vermək istəyirsən? Dilini kəsib boynunun dalından çıxardaram. Yaxşı qulaq as. Əgər bir də eşidən biləm ki, mənim işimə qarışımsan, Allaha and olsun yekə tikəni qulağın boyda eləyərəm. Başa düşdün? Eşitdin? Abbas, sevdiyin şeyə and iç. Sən ki, Allah'a inanmırsan. Allah'a inansaydın, sən məzlumların qanını içməzdin. Yox, Abbas. Sən özünü də, bu adamları da məhv aparırsan. Sən deyəsən, məni başa düşmədin. Nə olar? Mən səni xəbərdar elədim. Özün bilərsən. Gedək. Abbas, sən məni başa düşmədin. Sən. Səlim. Pənaha köməklik edərsən. Görürsən, yazıq çox əziyyət çəkir. Görürəm,
Yazığın başına lap hava gəlib. İstəmirəm bizi hörmətdən salsın. Gecə gedib, sakitcə onu əziyyətdən qurtar. Bir də bu haqda heç kəs bilməməlidir. Başa düşdün? Ehtiyatlı ol. Heç kəs görüb eləməsin. Ata, vallah Pənah, cəmaatın yanında bizi hörmətsiz eləyir. Nə demək istəyirsən? Fikrin nədir? Demək istəyirəm ki, o bizim ikimizin də axırına çıxmaq istəyir. Ağlını itirib. Harda gəldi, kim gəldi deyir ki, güya sənlə mən cəmaatın mal-qarasını əlindən alıb, qarətçiliklə məşğuluq, quldurluq eləyirik. Boş sözdür. Dəhliyə kimdir qulaq asan? Hə? Ata, necə fikir verməzlər? Fikir verirlər də, inanırlar da, hələ o yana da keçirlər. Cəmaat bir sözə bənddir. Bir dənə söz dedin, vəssalam. Eləmədiyimiz günahları da üstümüzə yazacaqlar. Görürəm yaman narahatsan. Elə sən özün də az özbaşınalıqlar eləmirsən. Nə öz başınalıq, ata? Sənin adamların mənim çabanlarımı hücum eləyiblər, xəbərin var? Ola bilməz, ata. Bilirsən, Pənah sənin adamlarını niyə öldürüb? Hə? Hansısa bir qadına görə. Kəs! Necə yəni hansısa bir qadına görə? Sənə kim ixtiyar verib, cəmaatın namusuna toxunasan? Düzdür. Mən Pənahı tənbih elədim. Amma unutma, Abbas bəy. Səni Abbas bəy eləyən mən olmuşam, mən. Əgər məndən xəbərsiz yenə bir iş çıxarsan, səni də Pənahın gününə salacağım. Eşitdin? Məndən belə danışma, ata. Necə? Mən sənin üçün Pənah deyiləm. Belə de. Özü də mən öz gücümə Abbas bəy olmuşam. Sənin hesabına yox. Sən məmləkəti işğal eləyirsən. Hara gedirik, kimdən soruşuruq, hamısı deyir ki, Çingizin çobanlarıyıq. Rədd ol. Rədd ol. Yoxsa o gün həyatının son günü olar. İtil. Alçaq. Salim? Salim? Görəsən insanlar qocalanda niyə ağıllarını itirirlər, ha? Nə bilim Abbas bəy, Sən yəqin mən deyə bilmərəm. eşitmisən. Deyərlər, iki qoçun başı bir qazanda qaynamaz. Deməli belə, yaxına gəl. Deməli belə, Salim. Sən əvvəlcə Çingizi, sonra isə Pənahı aradan götürəcəksən. Başa düşdün? Bilirsən, bundan sonra bütün kəndlər bizim olacaq, bizim. Vallahi Abbas bəy, mən Çingizin meydinə də yaxın düşə bilmərəm. Bu mənim işim deyil, mən bunu bacarmaram. Mən səni kişi bilirdim, kişi! Qorxağın biri. Qulaq as. Atam yatanda daş kimi yatır. Sənsə sakitcə girirsən otağa və işini görürsən. Sana buna görə 2 kənd verəcəm. Eşidirsən, 2 dənə kənd. Bizim hələ səndən çox gözəl işlərimiz var.
qabaqda. Yaxşı, Gedək, qoy sən deyən olsun. gedək, yeri. Səni Abbas bəy eləyən mən olmuşam, mən. Əgər məndən xəbərsiz yenə bir iş çıxarsan, səni də Pənahın gününə salacağım. Eşitdin? Məndən belə danışma, ata. Necə? Mən sənin üçün Pənah deyiləm. Belə de. Özü də mən öz gücümə Abbas bəy olmuşam. Sənin hesabına yox. Sən məmləkəti işğal eləyirsən. Hara gedirik, kimdən soruşuruq, hamısı deyir ki, Çingizin çobanlarıyıq. Beləliklə atam bəslədiyi quldurların yeminə çevrildi. Abbas elə başa düşdü ki, atamı öldürməklə hər şey onun olacaq. O yüksəlməyin ən alçaq yolunu seçmişdi. Abbas zəifləri öldürüb ayaqlarının altına salmaqla yüksəlmək istəyirdi. Mən bilirdim ki, bu hadisə gec-tez baş verəcək. Çünki vara, dövlətə hərislik onların hər ikisinin ağlını başından almışdı. Daşdəmir, fəlakətin yalnız bir xeyri var. O da həqiqi dostların tapılmasıdır. Get, inandığın adamları ətrafına topla. Çalış sənin yerini bilməsinlər. 3 gündən sonra saraya hücum çəkərsiniz. İgidlik o deyil ki, yıxılmayasan. İgidlik odur ki, yıxılandan sonra ayağa qalxmağı bacarasan. Bax indi əsl vaxtı gəlib çatıb. Abbas, mən də bilirəm ki, vaxtı çatıb. Ancaq bilmirəm bunu necə edək. Qulaq as, sən hər şey mənim üstümə atma.
Bu işlerde senin de günahın az değil. Ne kadar geç değil, tələsmək lazımdır. Sen elə bilirsən, mən bunları unutmuşam. Danışmaqdansa iş görmək lazımdır. Abbas, sen elə bilirsən şahı zəhərləmək, ordu başçısını öldürmək kim asandır? Bizim üçün en büyük təhlükə Mirzədir. Əvvəlcə onu aradan götürmək lazımdır. Sonra şah haqqında fikirləşərik. Eğer sen Mirzəni aradan götürə bilməsən, onda hər ikimizin axırı olacaq. Mirzə çoxdandır gözünü mənim yerimə dikib. Abbas bəy, görürəm sən heç narahat değilsən. Sabah şah Mirzə ilə görürsə, təhlükə tək mənim üçün var. Sənin günahın məndən 2 qat artıldı. Sabah şah hər ikimizi edam edəcək. Sen elə bilirsən, mən dayanıb şahın qərarını gözləyəcəm. Sen bana söz ver ki onu tapacaksan. Tapmayana kimi geri qayıtmayacaksan. Nardan. Bir olan Allah'a andolsun ki o dediğin adamı tapmayınca eve geri qayıtmaram. Eğer o dediğin məmal adamı tapabilsək, deməli sualımıza cavab var. Oğul, xəbərim var ki, sarayda özbaşınalıq baş alıb gedir. Sən heç nəyə fikir vermirsən. Abbas bəy mənim heç xoşuma gəlmir. Bu nə deməkdir ana? Abbas bəy ordu başçısıdır. Sən onun haqqında nəsə bilirsən? Yox, Ana, birdən-birə Abbas bəy haqqında danışmağın məni çox təəccübləndirdi. Düzünüdür, nəsə olub? sənin yanından çıxandan sonra zindana Mirzə Möhsünü görməyə getdim. Abbas bəy onun yanından çıxırdı. Çox şübhəli görünürdü. Necə yəni Mirzənin yanından çıxdı? Bəli. Hətta məni Mirzə Möhsünlə görüşməyə belə qoymadı. Güya sənin icazən olmadan mən onunla görüşə bilmərəm.
Deyirsən Mirzə Möhsünün yanından çıxdı və sənə də icazə vermədi. Ana, sənin Mirzənin yanına getməkdə fikrin nə idi? Oğul, Mirzə məndən heç bir şey gizlətməz. O mənə hər şey olduğu kimi danışacaq. Oğul, mən çox narahatam. Gecikmək olmaz. Nə qədər ki, başına bir iş gəlməyib, sən ehtiyatlı olmalısan. Oğul, sarayda Abbas bəy kimi adamlar çoxdur. Biraz ətrafına baxsan yaxşıdır. Ana, sən narahat olma. Tezliklə bütün xainlər layiqli cəzalarını alacaqlar. Özün bilərsən oğlum. Mən səni sadəcə xəbərdar etdim. Necə yəni Mirzə bütün həqiqəti deyəcəkdi? Yəni mənim ordu başçım. Başa düşmürəm. Fikirləş. Sən nə cürətlə sarayda vəziri, vəkili təhqir eləyirsən? Səni öz əllərimlə məhkəməsiz öldürürəm Mirzə Möhsün, başa düşdün? Abbas bəy, doğru söz acı olar. Görünür bu sözlərin sənə də aidiyyatı var. Onun üçün belə qəzəblənirsən, elə deyil? Şah sağ olsun, görmürsən bu qoca iblis nələr danışır? İndi kimə inanasan? Necə yəni atanın başına gələnlər indi də sənin başına gələcək? Nardan? Hə, Daşdəmir. Salam. Salam. Necəsən? Yaxşıyam. De görüm sən nə xəbərlə gəlmisən? Pənahı tapdın? Hə, Nardan. Bilmirəm sənə necə minnətdarlıq edim. Sağ ol ki, məni Pənahın yanına göndərdin. Pənahla görüşdüm. Tapdım onu. Bir şey öyrənə bildin? Uzun məsələdir. Sonra hər şeyi danışarım. İndi mən bəzi işlər var ki, onları etməliyim. Olmaya saraya gedirsən. Mənə də görüm Pənah sənə nə məsləhət verdi? Vaxtımız çox azdır. Bilsən ki, bu Abbas bəy kimdir, ağlını itirərsən. İndi mən bütün kəndin cavanlarını bir yerə toplamalıyım. Pənah dedi ki, ağılla aparılan mübarizənin məğlubiyyətində də qələbə var. Mən də buna inanıram. Get, Allah sənə yar olsun. Biz bu mübarizədə mütləq qələbə çalacağıq. Hə, yaxşı yadıma düşdü. Anam məni soruşsa, dinən mən birazdan qayıdıb gələcəm. Yaxşı, mən vaxt itirməyim, getməliyim. Bütün bu işləri görüb qayıdıb gələcəm. Yaxşı. Özündən müğayət ol. Yaxşı yox.